dəqiqə. Alo. Bəli, axşam. Ay, salam. Qardaş, necəsiz, nə var, nə yox? Bağışda Adafirlə narahat edirəm, bir canlı efirdəyik. Bu sürət... Canlı efirdə olanları da salamlayıram. Qanaq qayda qulaq asıram. Çox obyektiv danışır, bəzi nüansları başqasının dilindən deyəndə ona çatan informasiyanı deyir, düz deyir. Ancaq bəzilərini ona çatdıran informasiyalar səhvdir. Sadəcə olaraq orada bir cümləni mən sizə çatdırım ki, bəli, Sürət Hüseynovun atası rəhmətə gedəndə mən orada çox adamları gördüm. Həmin gecə Nivət Pənahlı da oradaydı. Və Zobit deyilən Ruslan da oradaydı. Və mən bu qırağa çəkdim. Nivət Pənahlı dedi ki, onda biz etibar rəhim gözləyirik. Siz söhbətinizi elərsiniz. Nivət oradaydı. Mən qırağa çəkdim və heç də mən ona təcavüz, ulan səni qorxutma fikri salıyım. Mən bir nömrəli, bir mənalı şəkildə ona dedim ki, Sürət, sən bu işdən əl çək. Milli hakimiyyəti, milli dövlətə yenicə qurulur. Bundan uzaq dur. Mən sənə söz verirəm ki, sənin təhlükəsizliyinə zamanət verirəm. Zamanət mənim ölümümlə bərabər. Qardaş, bu nə vaxt olmuşdu? Bir tarixi dəqiq deyə bir dəfə hatırla. Deməli, onun atasının 3-cü günü, 7-sində də mən orada olmuşam. Ayın 3-cü günü ki, azıya təxribat törətdilər. O təxribatda ki, azıda bütün tankların üstə qazaq yazırlar. İndi ad çəkməyəcəm, görməcə olsun. Bütün satışı eləyənlər Azərbaycanın milli hakimiyyətini və milli dövlətçiliyimizə zərər vuran həmin zabitlər idi. Həmin gətirən Pənah onları düzdür, tanıyır yaxşıları ben değişini istəmirəm desin onlar haqqında. Mən deyirəm bunu. Çünki Pənah ona ait olan söhbət deyil, çünki ziyalıdır. Onlar çox mütləfiqliyi elədilər. Bu bir günün, bir saatın, 2 saatın uzun söhbətidir. Deyil, 1-2 saatın söhbəti deyil. Azərbaycanı elə qəşəng satdılar ki, Azərbaycan daxili azadlıq hərəkətindən gəlmiş və yaxud da Azərbaycan xalq cəbhəsinin içindən soxulmuş və hakimiyyətə gələndən sonra da daha da içində olub, içindən o Pənah Hüseynova aid deyil, yonan insanlar tamamilə yanlış yola apardılar. Ancaq bir mənalı şəkildə deyirəm ki, Azərbaycanın milli hakimiyyətinə böyük xəyanət edən kimlər hansı formada oldu, düzəliş elədi. Bunun adından demək lazımdır. Sürət milli hakimiyyətə xəyanət çıxdı və dövlətə xəyanət çıxdı. Bu bir mənalı şəkildə. Çünki Azərbaycanda qarşı durmanı yaratmaq və silahlanmaq, mən oradaydım, içərideydim, mən içərideydim, 79-un hərbi hissəsinin içərisindeydim və orada idarə edənlər çox idilər. İndi ölənlər var demirəm. Hətta o gündə biri də çıxdı, biri elə danışırıq, babası güya ki, orada gelib barışıq idilər, sən altı gedəndə səni dövlət, sallar batmala səni bir təhər orada qaçıqlıza geddə sən hansı zabiti içerisində şərəfindən danışırsan sən. Amma salladığınız orada, mən şahidiyəm. Halif bağışlayacaq, kimlərdə, sən kimlə söhbət gedirsin, zot bitdik dağılmadı. Bu, onca deyirəm ki, Qurban bəy, sənə Qurban olun, eşitləri. Sənin gözəl hüquqşünasına və sənin bəlkə, sən özün bilirsən ki, Fakonu erməni zabiti kimə vermişdi. Mən məhkəmə sistemində də buna irad tutmuşum. Yəni, sadəcə olaraq mən bundan hamısı bilirəm. Və sən də düzgün qatıldı və sonra yoxlama elədin, yoldu. Gördüm ki, hətta onun qardaşının anası ermənidir. Ermənilər var oldu. Sən sağ ol bu şeylərə və məhkəmədə də insanların hüquqlarını qoruyanda mən oradaydım. Mən bilirdim səndə danışırdı. Və o dövrdə də, yəni ondan sonraki dövrdə də həmişə də obyektiviyi qoruyursan sən. Sadəcə olaraq bunları bilirdin sən, o Azərbaycanın kim vermişdi. Və təəssüflər olsun ki, onu gətirib hansıza formada Azərbaycanın güc tutduğunda gətirib hansıza bir nacir qoymağı dünyasını dəyişməli deyil. Yəni sadəcə olaraq çox özümüzü yırtdıq. Ancaq onun kimləri gəldi Azərbaycanı Pənah demişkən Allah ona ömür versin. Milli qüvvələri və inanın ki, o planların hamısını gecə saat 4-ə qədər tapılmadılar. Heç biri tapılmadılar. Çünki mən bunu rəsmən deyirəm sizə, məsuliyyətimlə deyirəm. Çünki o insanlar hamısı pafoslu deyən insanlar vardı. Bu ictimai fikir yaratmaq üçün deyil. Burada dövlət sirləri də var. Sağa qurban olun. Eşit, burada dövlət sirləri də var. Hər halda mən Pənah bəylə çox şeylər razıyam. O çox mükəmməl danışır. O həqiqəti deyir. Ancaq onun pərdərxası işlərində harada planda zılıb, pavos danışıb, boşub, belə gələcək, betir, belə gələcək, biri. Bu mənim evimdə olub bu söhbət. Bu mənim evimdə yığışıblar burada. Kimlər? Onlar nə danışırlar?
Kimlər? Benim evimde olanlar var. Ali, Hamısı var. Ali kimlər yığışıb sənin evlə danışır? Çok adam orada dedikleri nasıl ki sonradan da geldiler. Nasıl ki o karakterler havası danışıp böyle bir ordum var, böyle bir şeyimiz var, hükümemiz var. Hiçbirinin ne kuvvesi ortaya çıktı, ne öz ortaya çıktı, ne bir şey oldu. Siz bilin ki yegane adamım ki ben orada olan insanım ve oradakilerin de hatta çokların da hansı mənfi emosiyle, hansı gümle baravan etmesi, hansı sırasız orada tertip teslim olması, bunların hamısını şahidiyim. Acaganın şöbəsinin içerisinde ve birinci növbədə kimlərsə tutulması, zala düşürməsi bunların hamısı şahidim. Ve yani dediğim odur ki, bunları bu ictimai fikirden demek mümkündür. Bunu rahatça oturup ben demeliyim, nöqtə və nöqtə. Vətən xainlərinin adını demeliyim. Bir dəqiqə, Ali, bir dəqiqə. Konuşturmasan, sənin bir aydını və təşkillərin bilgiler deyəsə. Ama indi bir sualı aydınlıq edirəm. Bir dəqiqə. Bir şeyə aydınlıq edib, səni mən narahat eləmədən məqsədim bir suala dair verməliyim. Surət Hüseynov Əbülfəz Elçibəylə görüşməyə cəhd edibmi? Tərəf edir ki, deyəsən bu sənin adından müayildir. Yok, qətiyyən. Onu 2 dəfə hələ əskərlər rəhmətli ona görüşmüş, ona demişdi belə. Sonra da Pənah Hüseynov onu ancaq Bakıya çağırmışdı, qarantə verib, onu vəzifəyə təyin elədi. Və onu Pənah Hüseynovun əlinlə gəldi. O həm bir prezidentin orada nümayəndəsi sonra bəli içəridə adamlar vardı, narazılığına görə onu şişirmək lazımdır falan deyən. Ancaq hər halda yəqin ki Pənah bəyin bir bildiyi bir şey var idi, nəysə. Ancaq bir dəfəm, yəni oraya gelib danışıqlar eləmişlər, ya yalandır, ya onu deyə bilmərəm. Orada da qonaqlıqlar olub, barışıq olmuş, nəysə. Belə bir ifadələr getdi. Mən onu gözümə görməmişdim. Aydındır. Deməli, deməli surət... Üçü gecəsi mən orada onunla söhbət elədim və sadəcə olaraq çəkildi evimdən bir kənara. İki rejimiz orada nimətlə də müdaxilə eləməyə imkan vermədim. Başqa adamlara da imkan vermədim və mən bilmirdim ki o kimdir. Mən çox pis rəftar elədim, adını pis çağırdım. Orada nəsə çəkildi qırağa. Dedim sənin məqsədin nədir? Sənin məramın nədir? Sən nə istəyirsən? Çünki onun hərbi hissəsini mən o video zapisi var. 709'un da o bəzi adları deməyəcəm burada hərbi hissələri tərsilah olması və oradan Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək üçün vuruşmağa gələn evlatların üstündə duran komandirlərin qaçması və Surət Hüseynovun əmrinə geri çəkilməsi və həmin əsgərləri mən tutmuşam, saxlamışam döyüşdə. Laçında, Kəlbəcərdə heç vaxt bunların üstünə getməmişəm. Deməmişəm. İsa Sadıqov qoşulub deyikizlərdir, bir dəqiqə. İsa bəy də qoşuldu üzrə, siz dedikdən sonra. İsa bəylə bağlı konkret siz nə bilirsiniz? Bəyət edin, çox kəsin tanı. Bəli, yox. İsa bəylə qətiyyət ola bilər, kimlə görüşür, Kırmakovla. Onlar bilirsən, uydurma şeylər. Yox, İsa Sadıqov da söhbət gedir. İsa Sadıqov, polkovnik. Bu dəqiqə efirdədir. Sən dedin ki, o vaxtı qatıblar, nə bilir, satırıblar, nə edirlər? Gecə saat 4'ə qədər özü hansı satırqana vardı. İsa Sadıqov məni tanımır ha. Gördülər orada reklamda vurmuşdular, deyəcək, nariklə, falan kəsin. Nə danır o? Yəni orada Zaloqa düşdü. Onu tuta saxladılar və döymüşdülər. Çox acayip alçaqlıq eləmişlər onlar buna qarşı. Orada da hərəkətlər olmuşdur. Sadəcə olaraq gecə saat 4'ə qədər harda oldu həmin o Dadaş Rzayev. Mən bilmirəm. 4'ə 5'ə qədər sabahda tankların üstündə qazaq yazdırdı və mən onda onun atasının 7'sindeydim, yatasının 7'sində və zəng elədilər ki, qazaqdan gəlir. Və Nusrət Budaqov da oradaydı, qazaqlar da oradaydı, bəziləri var idi. Bunların hamısını bilirəm mən. Hamısından hələ çox şeylər var, bilirəm. Mən elə bildim, sən qəmbəri deyirsin sən. Yəni bu məsələləri... Yox, İsa Sadıqov söhbət. Yox, Sən Sadıqovun orada, hətta mən hələ bunu qoyum, hələ qiyama gedəndə söhbət, amma onun qarşında da hələ o gəlmişdi, yəni onda da biraz başarılıdır. Ona dedim, rəsmi qeydiyyatın var, sənin rəsmi əmr alırsan, bir sən gəlirsən ki, buraya batalyon komandiri kimi, brigada komandiri və onda da başarılıdır. Yəni sözüm onda yox, onu mən mülahizə eləmək istəmirəm, onu müzakirə etmək fikrimdə yoxdur. Sadəcə olaraq Azərbaycanın hansı ki məsul içilərindən Azərbaycan xalq cəbhəsindən gəlmiş və Azərbaycan hökumətinin bəzi nümayəndələrin hamısını hansı zonadan qoyulmuşdur, qalmışdır. Hamısında da 5 kəs Elçi bəy
deyək ki, hakimiyyətini qorumadı. Mənim orada intervyum da var hələ. Gəncədən hələ intervyum da var ki, mən onlara müraciət eləmişəm ki, Azərbaycanı qarşı durmaya eləməyik. Bu silahları Gəncə, Bakı, Azərbaycan birbaşa mən 79-un hərbiçiləri olan günü qiyamı və kimlər gəlmədi oraya, kimlər gəlib bizləri orada insanlara döyüşənlər, əsgərləri təqdir eləmədi, üzərində tutulmadı. Bu şəxsiyyətlərin hamısını tanıyıram. Bilirsiniz, heç nəyə demək olmur. Demək olmur ictimaiyyətə. Niye demişsin? Deyirlər ki, Alif, yok bir dakika. Niye demişsin? Liləri deyirlər, qoy xalq bilsin. Mən sənlə söhbət edərik. Hansı məsləhətdir? Çünki orada dövlət sirlərində var. Oldu. Təşəkkür ederim. Oldu. Sağ ol. Dövlət sirlərində də mən tamamilə heç bir kəlmə kəsə bilmərəm. Çünki niyə? O dövlətin mülkündə bu dövlətimizin hakimiyyət müvəqqətidir, gəldi gedər. Ancaq dövlətçilik baxımından çox müəyyən məqamlar var ki, orada məsələn olan proseslərin çoxsu başqa cür gedirdi, başqa cür. Ona görə də o insanlar ki, hansı ki hakimiyyət tərəfindən hansı bir real hərəkətləri edə bildi, hansı bir real hərəkətləri gəlib ona bir maneçilik törədə bildi. Qazax zonasında bəli törədildi, onlara maneçilik törədildi, Aksafadan maneçilik törədildi. Ben belə başa düşdüm, bir də Alif, bir dəqiqə. Mən belə başa düşdüm, sən demək istəyirsən ki, biraz sənin nitqin elədi ki, aydın başa düşmüyorum, amma mənim belə anladığım odur ki, sən demək istəyirsən ki, hakimiyyət tərəfindən gələn qüvvələr heç bir hərəkət eləmədilər orada. Bir mənalı şəkildə deyirəm. Bir mənalı şəkildə.